Qazaxda abadlıq quruculuq işləri davam etdirilir. Proses rayon mərkəzi ilə yanaşı kəndləri də əhatə edir, izləyək. Çox mənzilli binalar, park və xiyabanlar abadlaşdırılır. Məhəllə daxili yollar, küçələr asfaltlanır, yeni işıq dirəkləri quraşdırılır. Quruculuq işləri Qazaxda kompleks şəkildə aparılır. Mən 1965-ci ildən bu binada yaşayıram. İndiyə qədər bizim bina hələ belə təmir olunmamışdı. Aynamız, qapımız, həyətimiz hamısı öz yerində, öz səliqəsindədir. Minnətdarlıq təmir olunur. Çox gözəl, parkımız çox valeh edicidir, təbiətimiz çox gözəldir, abadlıq quruculuq işləri yüksək səviyyədədir, ürək açandır. Hazırda bizim olduğumuz ümumi uzunluğu 1 kilometrə yaxın olan şəhərin Aslan Kəmərli küçəsidir. Bu küçənin özünün tam eni 12 metr, asfalt hissəsinin eni isə 8 metr təşkil edir. Rayonun Ağköynək kəndində magistral yolun kənarında da abadlıq işləri görülür. Aslanbəyli kəndində isə qaz xətləri yenilənir. Hazırda olduğumuz Aslanbəyli kəndində diametri 159 mm-lik orta təzyiqli 3250 pagometr layihə əsasında qaz xəttinin çəkilişi prosesi aparılır. Xəttin 1815 pagometr hissəsində görülən işlər tamamlanmışdır. Yerdə qalan hissəsində də hazırda işlər aparılır. Qaz xətlərində bir problem var idi ki, əvvəlki xətlərin diametri kiçik idi. Ona görə də bu kiçik olmağından başqa da bəzi hissələrdə yeraltı gedirdi bu qaz xətləri. Ona görə də qaz sızmaları olurdu, təhlükələr yaranırdı və təzyiq zəif olurdu. Kəndimiz günü-gündən abadlaşır, gözəlləşir. Görülən işlər hamısı göz qabağında, asfaltımız çəkilib, kəndimiz işıqlaşıb. Alməməd Nəbiyev, Elmar Qasımov, ASTV xəbər.